Ayurveda Science of Self-Healing. Yəni Ayurveda özünü sağaltma elmidir. İstəyirəm ki, bu gün öz Ayurveda təcrübəm haqqında danışım. Ümumiyyətlə Ayurveda nədir? Ayurveda bir alternativ tipdir, alternativ təbabətdir, hansı ki, təbiətdə olan 5 elementə əsaslanır. Və Ayurvedaya görə 3 doşa var. Bunlardan hər biri 2 elementin kombinasiyasıdır. Elementlər hansılardır? Hava, od, su, torpaq və boşluq elementləridir. Və bu elementlər də əlbəttə ki, biz də təbiətin bir parçası olduğumuz üçün bizim bədənimizdə təşkil eləyir. Bəzən bu elementlər bizdə balansdan artıq ola bilər və ya balansdan az ola bilər. Bizim özümüzü sağaltmamız üçün isə Ayurveda bizə kömək eləyir ki, biz həmin elementləri gətirək balansa. Hindistana gedəndə orada Ayurveda həkiminin yanına da getdim. Ayurveda həkimi nə qan analizi, nə başqa analizlər istəmədən sadəcə nəbzi yoxlayır, dilə, boğaza baxır, gözün içinə baxır, dırnaqları yoxlayır. Bu metodla təyin eləyir ki, səndə hansı doşadır, hansı element kombinasiyası dominantlıq təşkil eləyir. Ona uyğun da sənin necə həyat tərzi yaşamalısan, necə qidalanmalısan, günün hansı hissələrində yeməlisən, hansı hissələrində yeməməlisəndən tutmuş hər bir şeyə kimi detallı formada deyir. Bunun kitabları var, bunun testləri var. Özüm də testləri keçəndə 90% üst-üstə düşürdü orada çıxan nəticələr. Amma bu həkim sırf sənə özünə individual yanaşır. Mənə bəzi dərmanlar yazdı. Yazdı deyəndə özü düzəltdi orada bəzi şeyləri, bəzi bitki tərkibli siroplar yazdı. Da deyim ki, mənim problemim daha çox mədə-bağırsaq problemi idi. Yediyim yeməklər çox vaxt ürəyimi bulandırır. Hətta tərəvəzləri belə yeyərkən hamısı mənə yaxşı təsir eləmir. Ayrıca yulaf mənim mədəmi yandırır hər zaman. Yəni içinə heç bir şey qatmadan, süd və s. sadəcə yulaf su ilə bir yerdə. O belə mənim mədəmi yandırırdı. Kimi məndən bir siyahı yazdı, hansı qidaları yemək olar, hansı qidaları yemək olmaz. Ən çox nəyi sevirəm? Ayurveda deyir ki, trendlərə qoşulma. Trendlərdə məsələn avokado ola bilər ki, ən super qidadır. O sənə uyğun olmaya bilər. Su içmək çox faydalıdır, amma o sənə uyğun olmaya bilər. Ayurveda deyir ki, sadəcə öz bədənini dinlə, özünə qulaq ver və bax gör sənin bədənin nə istəyir. Və sonda, əgər sən də öz doşanı tanımaq, hansı elementlərin səndə dominantlıq təşkil etdiyini öyrənmək istəyirsənsə, bu postun altına Ayurveda yaz və mən həmin testi səninlə bölüşüm.